Goranboyda arvadını tir tüfəngi ilə yaraladı. Hadisə rayonun Dəyirmanlar kəndində baş verib. Kənd sakini 24 yaşlı Nəzrin Xudaverdiyeva qarın nahiyəsindən güllə yarası alıb. Gənc qadına tir tüfəngi ilə atəş açaraq xəsarəti yetirən şəxsin onun həyat yoldaşı olduğu məlum olub. Əldə etdiyimiz məlumata görə ailənin əkiz övladlarının səhhətində problem olduğu üçün onlara sərçə ətini yemək məsləhət bilinib. Ata məhz övladları üçün yaşadıkları evin həyətində sərçə ovlayanda ehtiyatsızlıqdan atəş açılıb. Həyat yoldaşı Nəzrin Xudaverdiyevaya dəyib. Gənc qadın Gəncə şəhər birləşmiş xəstəxanasının nəzdində olan Abbas Səhət adına xəstəxananın təcili yardım şöbəsinə çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. 14 may 2025-ci il tarixində saat 20:50 radələrində 2001-ci il təvəllüdlü şəxs Gəncə şəhər birləşmiş xəstəxanasının nəzdində olan Abbas Səhət adına xəstəxananın acil şöbəsinə daxil olmuşdur. Xəstəyə qarnın ön divarının bir ədəd daxilə keçmiş, deşilmiş yarası diaqnozu qoyulmuşdur və xəstə cərrahi şöbəsinə köçürülmüşdür. Xəstə əməliyyat edilmiş, hal-hazırda vəziyyəti stabildir. Hadisə yerinə Goranboy rayon polis şöbəsinin əməkdaşları cəlb olunub. Yaralanan qadının həyat yoldaşı polis şöbəsinə aparılaraq izahata alınıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.